Salam olsun əziz və böyük Türk millətim. Salam olsun Mustafa bəy sizə, salam olsun MGTV izləyicilərimizə və bütün Türk dünyasına. Bildiyiniz kimi bu günləri 8 noyabr 2025-ci il zəfərimizin, Qarabağ zəfərinin 5-ci il dönümünü kutluyoruz. İlk öncə şəhidlərimizə Allah'tan rəhmət diləyirəm, qazilərimizə şəfa diləyirəm. Məkanları cənnət olsun şəhidlərimizin. Vətən bu aslanlar və bu aslanları doğan analardır. Güclü ordu olmağı dövlətin varlığıdır, xalqın, millətin varlığıdır. Və bu zəfərdə bizə yardım edən, yanımızda duran, dünya siyasətində də və hər tərəfli yanımızda duran qardaş Türkiyəmizə buradan təşəkkürümü bildirirəm. Qardaş Pakistan xalqına, Pakistan dövlətə təşəkkürümü bildirirəm. Dost, qardaş dar gündə bilinər. Və bunu da bir daha biz göstərdik. Biz bugündən Pakistan, Türkiyə, Azərbaycan 3 dövlət, bir orduyuq. Və bu gələcəkdə də davam edəcəkdir. Kimlərsə son zamanlar bu Kolon 5, bizim içimizdəki Rus başlılar, Türkiyədəki İran başlılar, bəzi İngiliz başlılar və ya kimlərsə bizim qardaşlığımızın, Türkiyə-Azərbaycan qardaşlığının arasında soyuqluq yaratmaq istəyən çıxışlar edirlər və yaxud da ki proqramlar hazır edirlər. Bunlar hamısı boş-boş şeydir. Azərbaycan və Türkiyə qardaşlığı daimidir və sonsuza dəkdir. Bunu kimsə poza bilməz, kimsə bizim aramıza girə bilməz. Bu günləri Türkiyəmizə qarşı kimsə savaş açarsa, Yunanistan tərəfdənmi, Kipris tərəfdənmi və yaxud da ki başqa bir yerdən tərəfdənmi, 10 milyon Azərbaycan xalqı qardaş Türkiyəmizin yanındadır. Kəfənlərimizlə bir yerdə. Hər zaman belə olub və sonsuza dək də belə olacaqdır. Və bugün buradan bu Qarabağ zəfəri həm də Türklərin zəfəridir. Dünya Türklərinin zəfəridir. 200 ildir işğal altında olmuş bir Türklərin yenidən zəfər qazanmasıdır. Bunu istəməyən güclər, kimlər varsa da hamısını çox yaxşı bilirik və bu haqda da verilişlərimizdə danışmışıq. Və gələcəkdə də yeni danışacağıq bu geosiyasi oyunlar nə baş verir, nələr oynanır, satılmışlar, xainlərin əlinə nə oyunlar gedir. Bugün bu barədə danışmaq istəmirəm. Bugün bu zəfəri kutlamaq istəyirəm. Zəfərimiz mübarək olsun. Bir daha Azərbaycan xalqı, bütün xalqım, Azərbaycan dövlətinin sərhədləri içində yaşayan bütün xalqım ordu ilə bir yerdə olaraq bu zəfəri qazandı. Bu zəfər xalqın, millətin zəfəridir. Və bu zəfəri bizə bəxş edənlərə Allah'tan can sağlığı istəyirəm. Şükürlər olsun, var olağın, dövlətin dövlətçiliyini qoruyağın. Hər şeydən öncə, ilk növbədə xalqımızın rifahı və dövlətimizin dövlətçiliyidir. Və buradan da fəxrlə deyirəm, nə mutlu Türküm deyənə, mövcud olduğun güc, qüdrət damarlarında axan əsl qandadır. Uca Tanrım Türkü ucatsın və yüksəltsin. Allah'a emanet olun.